Herkese salam, mən Mehman. Bugün fərdi içərik gəlmədiyi üçün axırma YouTube kapak fotoğrafı düzəltməyi göstərəcəyim. Əvvəla gələk buraya, Canva'ya. Canva'dan öyrədəcəyim ilk başda. İkinci bölüm gələrmi bilmirəm. İkinci bölümdə də ChatGPT-yi göstərməyi düşünürəm. Nəysə, buraya gəldiniz. Burası mənim projelerimdir. Siz ilk başda başlayırsanızsa sizə bir şey göstermeyecektir. Neyse, plus'a basarıq. Buradan sosyal medyaya basacağıq. Buradan bir də YouTube rəsmciyi. Hə. İndi belə bir ekran gəldi qarşımıza. Biraz gözləyirik. Ha, dizaynlara direkt gəldi. Burada gördüğünüz kimi bir çox dizayn var. Şablon var. Bunlardan hansını istəyirsənizsə işlədə bilirsiniz demək istəyərdim, amma pulunuz varsa hansını istəyirsənizsə seç, işlət. Çünki bu üstündə taz olanlar premium, yəni pul ödəməlisiniz. Buradan amma gördüyünüz kimi pul ödəmədən işlədə bildikləriniz də var. Misal mən tutaq ki, bir dəqiqə, yaxşı bir dənə seçək. Məsələn, mən pul qazanmaq haqqında belə bir kapak fotoğrafı, pul qazanmaq haqqında bir videomu çəkdim. Gətirirəm belə, buradan bir dəqiqə, bu üsulla pul magneti olacaksınız. Evet, gördüğünüz kimi. İndi bunu buradan balacalandırırıq. Biraz belə edirik. Birazcık da döndürürük. Ya bunu öz istəyinizə görə edirsiniz tabi. Burada da məsələn nələrsə yazırsınız, dəyişdirə bilirsiniz, normal. Buradan elementi var, buradan bəzi şablon şeyləri seçib qoya bilirsiniz. Məsələn Azərbaycan bayrağı seçdik, buraya qoyduq. Və yaxud mətin. Buradan da mətin yarada bilirsiniz. Məsələn belə. Buradan rəng dəyişdirmək var. Hamısını dəyiş, gördüyünüz kimi belə rəng dəyişdirə bilirsiniz. Amma mənə lazım deyil açıqca. İndi buraya gəldik. Bunları göstərdik. Başqa nələr var? Başqa nə xüsusiyyətlər var? Əvvəla bunları da yerindən oynada bilirsiniz. Qatmandı var. Onu bir göstəreyim də. Gördüyünüz kimi. Bir dəqiqə. Bu da qatman. Bu da qatman. Amma yerindən çox oynatmasam yaxşı olacaq. Bu da gətirim buraya. Bir dəqiqə. Ha. Belə bir şey. Değil mi? İndi gəldik buraya. Başqa nələr var? Buradan qaleriya var. Buraya basarsanız qaleriyanız açılar və buradan istədiyiniz şəkili seçə bilərsiniz. Misal mən buradan nə seçsəm. Misal mən buradan bunu seçdim. Gətirdim, belə çıxartdım. Bir dəqiqə. Belə hərəkət etdirə bilirik və silə də bilirik. Yəni bu qədər. Özünüzə yaxşı baxın, bu video bu qədər.